Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi işğaldan azad olunan ərazilərdə intensiv şəkildə bərpa, quruculuq və yenidən qurma işləri aparılır və paralel olaraq yol infrastrukturu ilə bağlı olan layihələrin də icrası həyata keçirilir və təbii ki, intensiv şəkildə işlər aparılır və son bir məlumat da təqdim olunur ki, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin təqdim olunan informasiyaya əsasən Ağdam, Əsgəran, Xocalı, Xankəndi yolunun bərpası ilə bağlı, tikintisi ilə bağlı işlərin vəziyyətin son vəziyyət açıqlanıb. Daha detallı informasiyaları hazırda qurumun mətbuat katibi Anar Nəcəfdən alacağıq. Xoş gördük Anar bəy, buyurun detalları sizdən eşidək. Xoş gördük, təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələri icra olunur. Həmin yol infrastrukturu layihələrindən biri də mühüm əhəmiyyətə malik Ağdam, Əsgəran, Xocalı, Xankəndi avtomobil yoludur. Avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürməklə uzunluğu 33,6 kilometrdir. Onun 11,7 kilometrlik hissəsi ikinci texniki dərəcə uyğunu yenidən qurulur. Qalan 21,9 kilometr hissəsi isə birinci texniki dərəcə uyğunu yenidən qurulur və müvafiq olaraq da yol yatağının eni 15 və 26,5 metr təşkil edir. 2 və 4 hərəkət zolaqlı olmaqla inşa edilir avtomobil yolu. Hal-hazırda avtomobil yoluna torpaq işləri görülür. Yeni yol yatağının inşası, yol əsasının inşası, yol əsası hazır olan hissələrdə asfaltlanma işləri görülür. Artıq 3,6 km hissədə 2 lay olmaqla asfalt-beton örtüyü döşənir. Buna paralel olaraq su ötürücü borular, dairəvi və düzbucaqlı su ötürücü boruların, keçidlərin inşası tərəfimizdən icra olunur və 5 avtomobil körpüsü 1 və 3 aşırımlı olmaqla inşası həyata keçirilir yol boyu. Bundan başqa istinad divarlarının inşası da tərəfimizdən icra olunur layihə çərçivəsində. Qeyd edin ki, ümumilikdə layihə boyu fiziki tərəqqi 72% təşkil edir və bu yol etdiyim kimi mühüm əhəmiyyətə malikdir. Bərdə istiqamətindən bizim deməli Xankəndi, Şuşa və Laçın istiqamətinə rahat gediş-gəlişi təmin edəcək. Təşəkkürlər informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir də xatırladım ki, Ağdam, Əsgəran, Xankəndi, daha doğrusu Xocalı, Xankəndi yolunun artıq tikinti işləri davam etdirilir və son vəziyyət açıqlanıb. Elə biz də məsələ ilə bağlı son detalları qurumun mətbuat katibi Anar Nəcəfdən öyrəndik. Çatdıra biləcəyimiz informasiyalar bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizimlə bölüşdüyün üçün görülən işlərlə bağlı son informasiyaları təqdim etdik.